Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Değerli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi ağ gilas mürəbbəsi hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi gilas almışam. 9 kilo gilasdır. Bunların ilk öncə saplaqlarını çıxardıram. Həm asan, həm tez başa gələn bir mürəbbədir. Ən sevdiyim mürəbbələrdən biridir. Gördüyünüz kimi hamısının saplağını çıxartdım və bunların toxumunu da çıxardıram. Düzdür, toxumunu çıxarmaq biraz əziyyətli işdir, vaxt aparan işdir. Amma bunların hamısını etdim. Gördüyünüz kimi təzə şpilkanın toxumunu bu formada çıxardıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Ağ gilas mürəbbəsini bir neçə növdə bişirmişəm. Bunun səhifəmdə videosu var. Həm vanillə hazırlamışam, həm qoz ləpəsi ilə. Bu dəfə tam sadə hazırlayacağam. Artıq gördüyünüz kimi toxumunu çıxarmışam. Biraz rəngi qaralıb. Bunlar bişəndə düzələcək, hazır olacaq. Və böyük bir qab götürmüşəm. İçərisinə şəkər tozu əlavə edirəm. Demək 9 kilo ağ gilasdan 6 kilo yarım gilas qaldı. 6 kilo yarım gilasa 6 kilo şəkər tozu əlavə edəcəm və 5 stəkan su əlavə edirəm. Stəkanım balacadır. Şəkər tozunu ocağın üstündə biraz əridirəm və sonra hazırladığım gilası içərisinə əlavə edirəm. Bu arada videomuzu tezləşdirmişəm, sizə rahat olsun deyə baxmaq. Artıq qaynayır və kəfini yığıram. Mürəbbəmiz artıq bişmək üzrədir. Artıq gördüyünüz kimi mürəbbəmiz bişdi, altını söndürdüm. Soyumağa qoydum, soyudu və bunları bankaya yığıram. Bu da bizim qışa hazırlığımız hazır oldu. Ağ gilas mürəbbəmiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah əmanət olun.